Bir cəmiyyətdə neçə müxtəlif sosial çevrə varsa, bir o qədər də fərqli təhsil modeli var. Biri var idi, biri yox idi. Kubada bir kənd var idi. Bu kəndin interneti yox idi. Təsəvvür edin ki, bu kəndin uşaqlarının blogeri yox idi. Ən son xəbərləri məcbur kəndin məşhur söz gəzdirəni Claudia xaladan eşidirlər. Qızlar kəndin gözəl, nişanlı qızı Carla'nın toyunu gözləyirlər ki, kənddən 30 kilometr uzaqda olan Guantanamo şəhərindəki univermağa gedib özlərinə bəzək versinlər. Axı onlayn mağazalarda onlar üçün bir klik qədər yaxında deyil. Kubadan yox, Kubadan danışmalısın. Kuba yazmışıq axı bura. Səhvdə axı. Kim yazıb bunu? Biri var idi, biri yox idi. Kubada son dərəcə modern bir kənd var idi. Bu kəndin suyu, qazı, işığı, hətta interneti var idi. Normal gözəl. Bu son 2 ildə yaranıb yəqin ki. Çünki Valla bilmirəm, amma məktəbi yox idi. 2023-cü ildə Quba rayonu Küçəy kəndinin məktəbi yararsız hesab olunduğu üçün fəaliyyətini dayandırır. Yaxşı ki də dayandırır. Uşaqlar dirəklərlə ayaq üstə duran məktəbdə elə oxumasa yaxşıdır. Əlbəttə, bugün kəndin uşaqları təhsil alır. 10-cu sinifə qədər Küçəydən 3 kilometr məsafədə yerləşən Pirvahid. 11-ci sinifdə isə 2 kilometr uzaqlıqdakı Talabaqışlaq kəndində. Pirvahidə müəllim və şagird heyəti üçün avtobus da ayrılıb. Məsafənin kifayət qədər qısa olduğunu deməzdən əvvəl yollarla tanış olmaq lazımdır. Necə tanış olaq? Biz axı audio podkastıq, biz görüntü verə bilmərik. bu yazmısan ha? Yol demişkən, onsuz da təhsilə meyli az, çıxışı məhdud olan, erkən evliliklə üz-üzə qalan qızların. Biz hansı əsrdə yaşayırıq? Bu nədir də yəni? Məsələn, Ailəm Məcəlləsi bizə icazə verir ki, 16 yaşında qız nişanlansın, amma bu da çox tezdir. Ata peşəsini, bəzən isə peşəsizliyi seçən oğlanların məktəbə yolunu uzadıb seçimlərini azaltmış olmuruq. Texnologiya çəkic kimidir. Çəkicin vecinə deyil, sən ondan ev tikmək, yoxsa kiminsə başını əzmək üçün istifadə edirsən. Sən də ki, 2 dəqiqədən bir bilən aforizm yapışdırıb gedirsən. Gözlə də. Küçəy kəndinin internetdə uşaqlarından danışırdıq. Orxan hər gün səhər saat 7-də deyinir. Oyanıb, çəkmələrini geyinib, evdən çıxıb, onu Pirvahid məktəbinə aparacaq avtobusa qədər gəzməlidir axı. Fidan düz 15 dəqiqədir ki, qonşu qızı Aydanı gözləyir. Aydan gəlir, avtobusa qədər gəzirlər. Avtobusdakı 7-ci sinif şagirdləri Mikal Müşfiqin şeirini təkrarlamağa çalışır. Biz Müşfiqin şeirini bəlkə 7-ci sinifdə keçmişdik. Müşfiq. Yəni o bağ olaydı. Müşfiqin şeirləri yəni var idi, yəni Həyat sevgisi var 8-ci sinifdə, yenə o bağ olaydı, məncə 7-ci sinifdə yox idi, xatırlamıram. Amma kələkötür yollardan keçən avtobus onları elə atıb tutur ki, şeirin başını buraxırlar. Məktəbdəki coğrafiya otağında Nurlan hər gün Yaponiyaya getmək xəyalı qurur. Ülvi biologiya dərsində şeir yazır. Görürsən kimə yazır? Hansısa ağıllı Zaur da riyazi aksiomu inkar etmək istəyir. Eybi yoxdur. Axı o məktəbə aksiomun isbatsız qəbul olunan riyazi təklif olduğunu öyrənmək üçün gəlib. Onların hamısı məktəbə nəsə öyrənmək üçün gəlirlər. Düzdür, internetdən də öyrənə bilərlər. Amma onlar həm də məktəbə lap elə biologiya dərsində şeir yazmaq, sosiallaşmaq, lazım olsa kiminləsə dalaşmaq. Amma çəkicsiniz. Çəkiclənsə ev tikməyi öyrənmək üçün gəliblər. Bugün dünyada 600 milyondan çox uşaq oxumağı və yazmağı bacarmır. İlkin riyazi biliklərə sahib deyil və bu uşaqların 3-də 2-si məktəbə gedir. Səbəb nədir? Dünyadakı bir çox mütəxəssisə görə səbəb oxumağın uşaqlar üçün maraqsız olmasıdır. Alfa nəslinin fokusu asanlıqla dağıla bilir. Bugün dünyada internet istifadəçilərinin 1/3 uşaqlardır. Dövlət Statistika Komitəsinin məlumatına görə 2024-cü ildə Azərbaycan əhalisinin 35,7% internetə ehtiyacı olmadığını bildirib. Görəsən bu 35,7%-ə kimlər daxildir? Yəqin ki, sadəcə internetdən necə və nə üçün istifadə edəcəyini bilməyən əhali, məktəbdə texnoloji savadlılığa sahiblənməyən gənclər. Bəli, uşaqların yarısı Pirvahid, yarısı Talabaqışlaq məktəbinə getməyə davam edir. Hər şey öz axarında gedirdi. Ta ki, Küçəy kəndində dəhşətli bir hadisə baş verənə qədər. Aha, maraqlıdır.
Sizcə nə ola bilər? Gördüm bax mağaza yanır. Kəndin işlək tək mağazası yanır. Təsəvvür edirsiniz? Sakinlər çörək kimi vacib bir ərzağı almaq üçün qonşu kəndə getməli olur. Amma çox keçmir ki, yanmış dükanın yanındakı istifadəsiz dükan açılır. Kənd cəmaatı çox sevinir. Hamı öz çörəyini öz kəndindən almağa başlayır. Küçəyi məktəbinə müxtəlif illərdə baxış keçirilib. Hər dəfə məktəbin planda olduğu, yaxud plandan salınacağı deyilirdi. Hətta 2023-cü ildə Yapon səfiri Junichi Wada da burada olur. Adını düz dediyimə əmin deyiləm. Məncə Wadanı düz deyirəm. Wada da ola bilər. Yox, Wada. Yapon səfiridir. Məncə Niyə A-nı məhz oxumaq Junichi? lazımdır. Wada, Wada yoxsa Wada? A-da. Wada. 2023-cü ildə Yapon səfiri Junichi Wada da burada olur. Məktəbin vəziyyəti ilə tanış olandan sonra uşaqlara məsləhət görür ki, dərslərini yaxşı oxuyub Yaponiyaya səfər etsinlər. Nurlan da istəyirdi Yaponiyaya getmək. Yapon səfiri Nurlanın ürəyindən xəbər verir. Sağ olsun. Əgər Yaponiyaya gedən yol internetdən keçirsə çox gözəl. Belə çıxır ki, kənd cəmaatı 1-0 öndədir. Əgər Yaponiyaya küçənin yollarını keçib getmək lazımdırsa, yenə öhdəsindən gəlmək olar. Yox, əgər yolumuzu biraz da uzadıb Pir Vahiddən, sonra da Talabaqışlaqdan salırsızsa, yorula bilərik. Çörək söhbəti var idi, bəs Mağaza məsələsi tez həll oldu. Deyim də sənə, bəlkə qarnını başından daha çox düşünən bizə heç məktəb lazımda deyil. Məgər biz başa düşmürük ki, Orxana qonşu kənddə uşaqlar yuxarıdan aşağı baxacaqlar? Lalənin atası qızını o biri kənddə oxumağa icazə verməyəcək. bəs Lalənin qardaşı varsa, onda Lalənin qardaşına icazə verəcək atası, Laləyə yox ha. Hə. Ülvi hər gün yol getməkdən besib, evə gələn kimi yatır, dərs oxumaq haqqında heç düşünmür. Aydan dərsdə evdə bişən yemək, çörək haqqında düşünür. Düşünməlidir də, yol uzaq, qarın ac. Aydanın atası, anası, nənəsi, babasısa bilməlidir ki, çörəyin alternativi həmişə var, amma təhsilin alternativi heç vaxt olmayacaq. Çörəyin alternativi nədir? Düyü, kartof, yağ, soğan. Baxla, Sən yəni hər təhsilin şey. alternativ qoya bilərsən.